Manaf mənim dostumdur, onun xətrini dünyalar qədər istəyirəm, çox böyük ona hörmətim var. Açığı mənim yanıma aləmdən başqa heç kim tərəfindən, yəni aləmdən başqa bir də mənim bir dostum var, Hafiz. Mən də tanıyıram, hə. Bəli. Onlardan başqa bir də Moskvadan mənim bir şoferim var. Ay ya, nə göndərmiş, konfetsə? Hər şey. Ay Allah. Və aləmdən başqa, onlardan başqa, həm də ki, biz nətər açığı biraz yekəxana kimi çıxmasın. Mən orada bacım, Aysun, mamam o şəkildə mənim arxamdan hər şey gəlirdi ki, yəni heç kəsin nə isə göndərmək mənə ehtiyacım yox idi. Amma Manaf yalan danışmıyordum. Necə oldu belə bəs? Nə bilim, bəlkə də göndərib mənə çatmayıb. Yox, elə şey olar. Dedi ki, mən... Ayşun, səninlə Manaf Ağayev danışıb mı telefonda dəfələrlə? Fazil müəllimdən çox danışıb. Hə, o başqa. Fazil müəllimin adını demədi. Dedi, mən Aysunla danışmışam. Yox, mənimlə bir dəfə əlaqə saxlayıb, o da son axır vaxtlarda bir dəfə əlaqə saxlayıb, mənim nömrəmi Vəfa xanımdan almışdı Manaf müəllim. Bir dəfə əlaqə saxlayıb, çünki o da başqa bir dostumuz var ailəvi, həmən insana nömrəni vermək istəyirəm, filan səninlə danışmaq istəyir bu söhbət mövzuda, elə olub. Mənim Manaf müəllimlə çox gözəl münasibətim var. Mən də deyirəm, mən çox istəyirəm. Mən ona demədim bu söhbəti, düzün deyim də, mən saxladım ki... Məni yığmışdı. Mama çıxdığı gün. Yığmışdı yolda məni. O başqa. Dedi, sənə şey göndərmişəm, mən özünə dedim ki, mənə çatmayıb. Bəs çatmayıbsa efirdədir ki, mən göndər. O göndərdiyi adam kimdir? Bəlkə də göndərib, bilmirəm kimdən göndərib. Amma mən necə görməmişəm də, yəni mənə çatmayıb. Bəlkə ola bilər ki, gətirib verməyiblər və yaxud çatdırmayıblar. Çünki Manaf yalan danışan oğlan deyil. Yox, Manafın mən xətrini çox istəyirəm. Məsələn, mən eşitdim oradakı Fədayənin ilk yanına gələn Manaf olubdu. Fədayənin də arxasından bir neçə dəfə... Manaf müəllim ümumiyyətlə hər zaman hamıya dəstək olmağa çalışıb, yanında olmağa çalışıb. Mən elə birinci gündə orada olanda qızımdan soruşdum, Manaf axtarırdım məni. Mən soruşmuşdum qızımdan.